Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bu videomda böyük ölçülü milli gəlincik hazırlayacağım. Əgər istəsəz, böyük kukla götürüb onu da bəzəyə bilərsiniz. Mən bir dənə kuklanın baş hissəsindən və əllərindən istifadə edəcəm. Bu videomuzu həm də geri dönüşüm videosu olaraq dəyərləndirə bilərsiniz. Bədən hissə üçün isə kardonlardan istifadə edəcəm. Uzunluq 46 cm-dir. Baş və bədən hissənin uyğunluğuna diqqət edin. Yəni hündürlüyü ona uyğun götürün. Digər kiçik kardonu isə boyun hissə üçün kəsmişəm. İlk öncə kuklanın saçlarını boyayacağım. Qara olmağı üçün makyerdən də istifadə edə bilərsiniz və yaxud da elə saç rəngi də qoya bilərsiniz. Bu formada saçın rəngləyirəm. Dəyərli izləyicilər, istəsəniz əgər kardon əlinizdə yoxdursa, sadəcə əlinizlə hər hansı bir düz kardonu burub, o formada da bədən korpusu hazırlaya bilərsiniz. Yəni belə boru kardon olmağı vacib deyil. Əlimdə olduğu üçün, rahat olduğu üçün istifadə edirəm. Yoxdursa, adi kardonu burub əlinizlə hazırlaya bilərsiniz. Saçı təxmini əlimdə yığıram ki, daha sonra boyamaq, yəni hansı hissələri boyayacağım onları bilim. Və alt hissəsi üçün tort kardonudur, tort altlığıdır. Onu istifadə edəcəm. Yapışdırandan sonra daha möhkəm olması üçün kənar hissələrə bir də belə kiçik kardonlar yapışdırıram. Ortadan büküb həm alt hissəyə, həm kardon boru kardona yapışdıranda daha möhkəm olur. Və belə oval kardon çiyin hissə üçün kəsirəm. Təxmini olaraq kəsdim. Bu formada yerləşdirib, istəsəniz kənar çiyin hissələrə biraz da forma verə bilərsiniz. Daha sonra boyun hissəni yerləşdirdim və çiyinlərdə gözünüzə artıq görünən, belə deyək, bədənə uyğun olmayan hissəni də kəsib götürə bilərsiniz, tam çiyinə bənzəməsi üçün. Qol hissəni isə parçadan hazırlayacağım. Dediyim kimi, tam olaraq, yəni qol varsa əlinizdə istifadə edin, yoxdursa belə adi parçadan hazırlaya bilərsiniz. Amma əlləri, onu da demək istəyirəm, mən kukla əlindən istifadə edəcəm. Çünki gəlinciyimi xanəndə formasında istəyirəm göstərim. Ona görə əl detayları vacibdir ki, bir əlində qaval olsun, digər əli qulağına yaxın olsun. Qulaq tərəfə yapışdıracağım. Amma əgər əlinizdə məsələn xonça tutubsa, səməni tutubsa, heç əldən istifadə eləməyə də bilərsiniz. Bu formada qol hissəni yapışdırıb çevirəndən sonra əlləri yapışdırıram. Qolların ağız hissəsini bir-birinə yapışdırıb, daha sonra kardon hissəyə, çiyin hissəyə aşağıdan yapışdıracağım. Yəni yanlardan yapışdırmayın, çox enli olacaq, üstdən də yapışdırmayın. Bu formada altdan yapışdırırıq. Ön hissəyə kupkadan istifadə edib bədən formasını verməyə çalışacağım. Əgər əlinizdə belə maçalka kupka deyə yoxdursa, adi parçanı da bir neçə qat dolayıb qalınlıq əldə edə bilərsiniz və forma verə bilərsiniz. Ön hissədən biraz kəsib götürmək istəyirəm. Yəni sinə hissə biraz çökük olur o formanı vermək üçün. Bu tamamilə sizin xəyal gücünüzdən asılıdır. Bədən hissəni iplərlə və yaxud adi kupkanı kəsməklə bədən hissəyə müəyyən forma verə bilərsiniz. Mənim kuklamın maketi hazırdır.
İndi isə paltar geyim hissəyə başlayıram. Ən sevdiyim milli geyimdir. Həm Novruz bayramını sevirəm, həm də milli geyimləri çox sevirəm. Məndən olsa gündəlik həyatda da milli geyim geyərəm. Və ətək hissənin təxmini olaraq ölçüsünü aldım. Yəni tam bel hissəyə düşməsə belə biraz yuxarıya da yapışdıra bilərsiniz ki, daha rahat olur. Və kardonun kənar hissəsinin ölçüsünü alıb kəsəndən sonra biraz əritdim ki, atlasın ipliyi çıxır. Videolarda izləyicilər soruşur ki, parçaları, aksesuarları hardan alırsınız? Çox vaxt cavab yazıram, amma cavab yazmayanda da üzrlü hesab eləyin. Yəni, vaxt olmur yazmağa, dəyərli izləyicilərim. Əvvəlki videolarıma baxsaz, yəni hardan alıram, hansı dükandan alıram, ünvanına qədər qeyd eləmişəm. Yəni, mən başqa yerdən alanda sizə deyirəm ki, məsələn, bunu məktəbli yerindən aldım, bunu böyük marketdən aldım. Yəni, artıq bilirsiniz ki, Sədərəkdən hardan alış-veriş eləyirəm. Yeni izləyicilər, yeni qoşulan abunəçilər soruşur çox vaxt. Onlara sözüm, əvvəlki videolarımı izləsəz, hardan alış-veriş elədiyimi görəcəksiniz. Bəzən Karvan Ticarət Mərkəzindən də eləyirəm, səbət aksesuarları, çünki tez-tez getmək olmur Sədərəyə. Və onu da çəkib göstərmişəm. Zəhmət olmasa kanaldakı öncəki videoları izləyin. Parçanın uc hissələrini yapışdırandan sonra kənar hissələri yapışdırın. Belə olduqda parça artıq qalmır. İstəsəz biraz da topbuş olsun, qat-qat yapışdırın. Yəni enini çox kəsin. Mən ön hissələrə bir neçə qat yapışdırdım. Kənar hissələri düz formada yapışdırıram. İndi kuklanı ayaq üstə göstərəndə fikrim daha aydın olacaq. Yəni, digər hissələrin qırışı çox az oldu və hətta düz yapışdırdım. Yalnız ön hissədə bir neçə qatdan istifadə elədim. Bel hissəyə də bu formada yapışdırırıq parçanı, yəni qat-qat olacaq bel hissəni. Çünki təbii ki, yəni ətək hissəyə nisbətən azdır. Ona görə qırışları çox olacaq və çox gözəl görünür belə olduqda. Bel hissədə parça çox üst-üstə olduğu üçün topbuş ola bilər. İncə olmağı üçün iplə yenidən üstündən sıxıram. Hətta bir neçə dəfə lentlə də üstündən sıxacam. Və əlimdə belə bir tül var. Aldığım mağazanı göstərmişəm, hətta alanlara çəkmişəm. Onu ətək hissənin üzərinə yapışdıracağım. Yəni, milli geyimlərdə bu tüldən istifadə olunur. Təkcə gəlinçi üçün deyil, yəni dekor kimi deyil. Adi milli geyimlərdə, uşaq geyimlərində bu tüldən istifadə edə bilərsiniz. Alıb böyük uşaqlar üçün, öz körpələriniz üçün geyim tikə bilərsiniz. Və geyim demişkən inşallah, yəni 3-5 gün ərzində deyim, yalancı çıxmaq istəmirəm, bir həftədə ola bilər. Həm oğlan uşağı üçün istəmişdiniz, həm qız uşağı üçün milli geyim paylaşılacaq. Ümid edirəm sizlərin ürəyincə də olacaq. Çünki çox qəşəng alındı, yəni mənim özümün çox xoşuna gəldi. İnşallah paylaşacağım. Ətək hissəyə bu formada milli kant yapışdırdım. Milli kantın dekoru zövqünüzdən asılıdır. Yəni, hər cür forması var, biserliləri var, pulluları var. Yəni, çox qəşəng milli kantlar var. İstədiyiniz formadan istifadə edə bilərsiniz. Əsas odur ki, tül hissədə kant olsun. Ətək hissəyə də kant yapışdıracağım daha sonra. Yəni, ətək hissə kantsız ola bilər, amma tülün ətəyində mütləq kant yapışdırın. Və bel hissəni büzürəm. Belə vacib deyil, belə deyim sizə. Üstündə də, yəni ətəyin üzərində də qırışdırıb yapışdıra bilərsiniz. Bu mənə daha rahat gəlir. Yəni, əllə büzmə verməkdənsə, belə tikiş büzməsi biraz fərq eləyir. Həm də tül nazikdir, əldə sürüşür. Amma atlas parça belədir ki, əlinizlə qat verə bilirsiniz. Ona görə tülü bu formada büzüb, daha sonra yapışdıracağım.
Tülün bir tərəfini bu formada yapışdırandan sonra digər tərəfi 1 sm içəriyə qatdalayıb yapışdırırıq ki, tülün kəsdiyimiz hissəsi üzdə görünməsin. Üst geyim üçün mən qarışıq vilurdan, daha doğrusu qarışıq məxmərdən istifadə eləyəcəm. Məxmər parça desəz, satışda 2 cürdür. Bir sadə forması var, bir də belə qarışıq forması var. Mən milli geyimlərdə qarışıq formaya daha çox üstünlük verirəm. Eləcə də səbətlərdə yəqin ki görmüsünüz, çox vaxt bu formadan, parçadan istifadə eləyirəm. Elə milli geyimlərin özündə də istifadə edə bilərsiniz. Dediyim kimi, bu gəlincikdə istifadə elədiyim parçalar hamısı milli geyim üçün nəzərdə tutulub. Yəni, bir var dekor üçün, bir də var ki, milli geyimlərdə sırf bu parçalardan istifadə olunur. Qol hissəni mən biraz bol kəsdim. Çünki balon qol istəyirəm. Yəni, birbaşa kuklanın qolunun üzərinə yapışmasını istəmirəm. 2 formada hazırlaya bilərsiniz. Bir birbaşa qol. Bir də var ki, dirsək hissəyə qədər qol. Qalanına tül yapışdıra bilərsiniz. Məsələn, yaşıl tüldən. O da çox gözəl görünür. O halda onu yapışdıra bilərsiniz ki, kuklanın qolları uzun olsun. Yəni, qol hissə parçadan deyil, elə kuklanın öz qolu olsun. Ona görə tülün altından görünsün. Mən tülün altından bu qolun görünməyini istəmədiyim üçün birbaşa bütün formada hazırladım. Yəni, belə də milli geyimlər var. Yarı hissəsi tüllä də var. Birbaşa parçadan olan milli geyim modellər də var. Ona görə kuklama uyğun olduğuna görə bu modeli seçdim. Qol hissəni isə yenə iplə, yəni iynə ilə büzəcəm, balon qol modeli olmağı üçün. Milli geyimlərdə ətəyin qırçın hissəsini hazırlayacağım. Adi düz parça kəsirsiniz. Əgər daha çox qat-qat olmağını istəyirsinizsə, parçanı biraz da uzun götürün.
Deyə bilərsiniz ki, niyə hər dəfə iplə sıxıram? Yəni bunun hamısını yapışdırıb daha sonra, yəni ən sonda bir dəfə sıxmaq olmazdımı? Olmazdı, çünki silikon, yəni tikiş olsaydı olardı. Amma silikon belədir ki, quruyanda bərkləşir, sərtləşir və ona sıxmaq çətinləşir. Belə deyim, birinci qatı əgər iplə sıxmasaz, ikinci, üçüncü qatı nə qədər sıxsaz da bel incəlmir. Ona görə də hər dəfə sıxmağa məcburuq. Yəni hər geyimin üzərindən bir dəfə sıxıram ki, beli incə qalsın. İndi isə kuklanın baş hissəsini yapışdıracağım. Sadəcə içəri hissəyə bu kiçik borudur, saplar qutaranda olur. Onu sadəcə dayaq kimi istifadə edirəm. Yəni yapışdırmaya da bilərsiniz. Kuklanın baş hissəsini özündə saxlamaq üçün ara hissədə vasitə kimi istifadə elədim. Və kuklamızın saçlarını hazırlayacağım. Qara atlas lentdən istifadə edirəm. Kənar hissədən bir iplik çıxardandan sonra sap özü sökülür, daha doğrusu lent özü sökülür və saça çox bənzəyir. Bunu adi kuklalarda da istifadə edib uşaq gəlinciklərinə saç hazırlaya bilərsiniz. Yəni gördüyünüz kimi sona qədər bu formada ipi çəkirik, amma uc hissəni düyünləyin, sona qədər sökülməsin təbii ki. Əgər hörüyün qalın olmağını istəyirsinizsə, yəni bundan 3-4 dənə, 5 dənə hazırlaya bilərsiniz. Əgər istəsəniz enli atlas lent götürə bilərsiniz. Mənim əlimdəki qara lentin eni 2 cm-dir. 5-6 cm-lik lentlər də var. Ondan da istifadə edib bir ədəd hazırlamaq olar. Yəni dediyim kimi qalınlığı zövqünüzə uyğun olaraq lentin sayını artıra bilərsiniz. Saçı hördükdən sonra əlinizlə biraz bu formada aralayın ki, hörüyü daha enli olsun. Gəlinciyimiz demək olar hazırdır. Bir neçə detal qaldı. İlk öncə araqçını hazırlayırıq. Araqçın üçün adi kardon götürürük. Sadəcə baş diametrinə uyğun olsun.
Araqçının tül hissəsinə, yəni fata hissəsinə ətəkdə olduğu tüldən istifadə elədim və eyni ilə milli lent yapışdırdım. Eni 40 santimetrdir, uzunluğu 1 metrdir. Büzməni daha çox istəsəz uzun götürə bilərsiniz, yaxud da yəni 1 metrdən az 60-70 santimetr uzunluğunda kəsib patanın biraz qırışlarını az da eləyə bilərsiniz. Dediyim kimi zövqünüzdən asılıdır bu işlər. Yəni necə istəyirsiniz elə hazırlaya bilərsiniz. Mən sadəcə yəni fikir olsun deyə göstərirəm. Bu formada hazırlayıram. Fərqli formanı da özünüz sınaya bilərsiniz. Araqçının tülünü mən çox vaxt bu formada yapışdırıram. Amma istəsəz kənar kardonu yapışdırmadan da dairə kardona yapışdırıb daha sonra araqçının kənar hissələrinə yapışdıra bilərsiniz və belə olduqda tülün başlanğıc hissəsi araqçının içərisində qalacaq. Milli lentin calaq hissəsini fatanın altına saldım, amma yenə də üzdə də belə yəni səliqəli görünür. Araqçının milli lentində çalışın aşağı hissələri belə çıxıntılı milli lentdən istifadə edin ki, araqçın daha gözəl görünsün. Yəni kantın aşağı hissələrində nəsə çıxıntı ya pullar sallansın. Ön hissəyə buta yapışdıracağım. Əlimdə 2 ədəd belə buta var. Böyük ölçündə sınaya bilərsiniz. Araqçından çox yuxarı çıxmağını istəyirsinizsə, kiçik ölçündə yapışdıra bilərsiniz. Bunu da səbət materialları olan dükandan əldə eləmişəm. Keçədən fiqurlar olur. Onların içindən götürmüşəm. Yəni keçə formada müxtəlif dekorlar kəsilir. Hər rəngdə butalar olur. Amma istərsəniz butanı da özünüz hazırlaya bilərsiniz. Mən keçən ilki araqçın videomda butanı özüm hazırlayıb araqçına yapışdırmışdım. İstəsəz buyurub baxıb özünüz hazırlaya bilərsiniz. Yəni əlinizdə milli geyimə uyğun rəngdə buta olmasa hazırlanması çox asandır. Qaldı xanəndəmizin qavalı. Onun üçün də ilk öncə dairə kəsirik. Kənar hissəyə çalışın nazik kardondan istifadə eləyəsiniz və görürəm ki, eni biraz çox götürmüşəm. Ona görə yarısını kəsib götürdüm. Eni 1,5, 1,2 santimetr olsa bəs eləyir.
Yenə də milli lentin elə formasını seçdim ki, qavalın kənarlarında çıxıntısı olsun. Bunun əvəzinə pullar da assaz çox gözəl görünəcək. Qavalımız hazırdır. Gəlinciyimizin saçlarının uç hissəsinə qırmızı lent vururam ki, qavalla dəst olsun. Yəni sadə qara ip saxlamadım. Əl hissələrin yerini dəqiqləşdirəndən sonra qavalı yapışdıracağım. İstəsəz başın üzəri hissəsində də saxlaya bilərsiniz. Yəni qaval rəqsi kimi, yaxud da xanəndə kimi qolun üst hissəsində saxlaya bilərsiniz. Hər iki forma çox gözəl görünür. Yerini dəqiqləşdirəndən sonra yapışdıracağım. Quruyana qədər sancaq yapışdıracağım ki, tam quruyandan sonra götürüm, aralana bilir. Və digər əlini də bu formada yapışdıracağım. Mən araqçının alt hissəsinə, yəni içəri hissəsinə yapışdırdım ki, əli daha etibarlı olsun. Yəni quruduqda aralanmasın, saçdan qopa bilər, aralana bilər. Yaxından da göstərirəm. İçəri hissəsinə keçmiş formada yapışdırın. Gəlinciyimiz demək olar hazırdır, amma çox gözəl olduğu üçün biraz da gözəlləşdirmək istəyirəm. Və boğaz hissəyə kant vuranda geyim sanki daha çox tamamlanır. Dediyim kimi, yəni bu formada da saxlaya bilərsiniz. Sadəcə çox gözəl alınıb. İstəyirəm ki, biraz da üzərində işləyim, göz qamaşdırsın, necə deyərlər. Bu dekor işləri elədir ki, insan bəzədikcə bəzəmək istəyir. Yəni getdikcə istəyirsən biraz da bəzəyəsən, daha əlavə kiçik detaylar əlavə eləyəsən. Saçın uç hissələrinə qırmızı milli lent yapışdırıram. Sadə lent qalmasını istəmədim. Dediyim kimi gəlincik o qədər gözəl alındı ki, istəyirəm biraz da gözəl olsun. Hörüklər belə sadə qalmasın. Və mənim gəlincim hazırdır. Son olaraq qulaq hissəyə qaş yapışdıracağım sırğa görüntüsü üçün. Videomuzu izlədiyiniz üçün təşəkkürlər dəyərli izləyicilər. Sağ olun. Növbəti videolarda görüşənədək.